Salam dostlarım, tanışlarım, videonu izleyen herkes, hoş geldiniz. Bugünün mövzularından biri niye ölkəmiz inkişaf edə bilmir? Bu, yəni demək olar ki, ölkədə hər insanın içində ən az bir dəfə yaranan bir sualdır. Yəni ölkənin 9 iqlimi var. Yəni dünyada olan 9 iqlimin 11 iqlimin 9-u bizim ölkəmizdədir. Yəni ona baxanda neft bizim ölkədə çox çıxır. Neftdən çox insanlar da çıxır. Nə üçün inkişaf edə bilmirik? Bunun səbəbi bizmiyik, insanlarmı, ətrafımızmı, dövlətmi, nədir? İndi biz bugün buna biraz fikir bildirəcəyik. Mövzunu çox satmaq istəmirəm, başlayaq səbəblərə. Burada mən 5 dənə səbəb düşünüb yazmışam. İnşallah bu məlumatlar da sizə yararlı olar, yəni düşündürər. Səbəblərdən biri sosial mediadır. Günümüzdə sosial media çox yayılıb, dəhşət çox yayılıb. Hər 10 insandan 9-u, bəlkə də 10-u sosial mediaya bağımlıdır. Yəni bunlardan biri mən də əvvəl sosial mediaya bağımlı olmuşam. Günümün məsələn 7-8 saat yatıram, tutalım, həmin vaxtlardan gedir söhbət. Günümün qalan vaxtının yarısından çoxu sosial mediaya gedirdi. Məsələn, bundan misal versək keçən yay və yaxud da elə keçən ilin məktəb vaxtlarını da misal tutmaq olar. Mən gündə 6-7 saat yatırdım, yuxudan dururdum, sosial mediaya giriş edirdim, Instagram bildirimləri, TikTokdan tutmuş, Twitter'a qədər hər şey izləyirdim və bu mənim gündə 8-9 saatımı bəlkə də aparırdı, bəlkə lap çox, bəzən 12-13 saat izləyirdim yəni. Bu həqiqətən bir bağımlılıqdır, insanları qınamaq olmaz. Bu sistemdir, yəni sistem bizi sosial mediaya bağımlı buraxır. Yəni bunda hər insanı qınamaq olmaz, yəni hər insan bunu düşünə bilmir ki, mən görəsən nə edirəm. Yəni bu bir həyatdır. Mən həyat yaşayıram, lakin yaşadığım həyatda bütün gün sosial media izləyirəm. Mən nə edirəm deyə sorğulayanlar çox da yoxdur. Baxın, burada problem sosial media üzərindən biznes quran insanlarda deyil. Burada problem sosial mediada işi gücü olmayan və bütün gün sırf bağımlıdır deyənə həmin o Reels videolarını izləyən, həmin o TikTok videolarını izləyən, Telegrama girib ancaq belə fırladan insanlardan gedir söhbət. Düzdür, burada onları mən qınamıram, yəni onlar da bir bağımlıdır. Yəni hətta mən düşünürəm ki, o insanlar belə həyatında heç bir dəfə düşünüb ki, mən buna bağımlıyam, mən nə edə bilərəm və çoxsu çarəsiz qalır. Çünki bunu edənlərin çoxsu həyatda bir işi olmayanlardır. Yəni gedib afisant işləmir. Hər hansı bir işi yoxdur, sənayedə işləmir. Yəni sadəcə TikTok, Instagram izləyir və bu bir bağımlılıq halına gəlibdir, yəni. Və bu da bunu sorğuluyur, düşünür, mən bunu necə buraxa bilərəm? YouTube-da bu barədə yüzlərlə video izləyir, onlarla video izləyir və sınır, lakin yenə də bir yola çıxa bilmir. Və bu məndə də yaşanıbdır, yəni bu normal bir şeydir. Çox da normal deyil əslində, amma yəni bunun öhdəsindən keçmək olur. Baxın, mən özümdən misal tutsam, mən 3 il əvvəl Instagrama giriş elədim. 3 il əvvəl, hardasa 2022, yəni hardasa qış vaxtları yeni il idi deyəsən. Mən o vaxtlar təzə yüklənmişdim və o vaxt biraz sosialist idim. Yəni çox insanla danışırdım Instagramda. Gündə girirdim 7 dənə insan, 8 dənə insanla mesaj yazırdım. Mən də onlarla danışırdım yəni. Bu mənim ətrafım idi. Saxta da olsa yəni mənim ətrafım vardı. Və mən buna bağımlı idim. Onlara yazırdım, onlara reels göndərirdim. Yəni bu belə arta gedirdi. Bu yəni çətin bir şeydir bununla əlləşmək. Mən 1 il, 2 il Instagram bağlı qalmışım. Neçə dəfə sildim, yüklədim. Sildim dedim, bir də yükləməyəcəm. 2 həftə keçdi və yenidən mən bu Instagram və TikToku yüklədim. Və axırda ağlıma bir dənə çarə gəldi. Bir dənə video izlədim, dostumun videosuydu. Ona da təşəkkürlər. Yuxarıda onun səhifəsi çıxacaqdır, ona da dəstək olsa sevinərəm. Əsas problem o səhifələrdir. Məsələn, TikTok'da, Instagram'da bunlar bizim problemimizdir. Çünki mən belə bir çarə düşündüm ki, mən belə bir çarə öyrəndim ki, mən nə etdim bu barədə? Hal-hazırda 20 günə yaxındır silmişəm hesablarımı. Instagram'a girdim. Ayarlardan hesabımı dondurmadım. Birbaşa hesabı sildim. Yəni bu həqiqətən bir çarədir. Hesabı sildim, şifrəni verdim, hesab getdi. 30 gün hesaba girmədiyim ərzində, hesabca yoxa çıxır. 10 gün qalıb oradasa ki,
hesabımdan yoxa çıxsın. Eyni elə TikTokda da elə. Girdim hesablarımın hamısını sildim. Instagramda hamısını silmişim. Bir dənə yox. Mənim orada çox fake hesablarım vardı. Qız, oğlan, nə bilim, çox idi yəni fake hesablarım. Hamısını sildim. İlk bir həftə çox dəli kimi keçdi. Yəni başımın içi dolandı ki, gir, yüklə, gir, yüklə. Yəni dopamin partlayır bildiniz. Yəni çünki bu dopamin həmin sosial mediaya öyrəşibdi. Bədən yəni biz Instagram, TikTok izləməyəndə bunu qaldırmırdı. Yəni tıncıxır deyir ki, yüklə, 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 yüklə. Bunu beynimizin içində spamlayır, amma biz bunun öhdəsindən gəlməliyik. Çünki bu sosial medianı buraxmanın bir mərhələsidir. Hə, bu da belə. İkinci mövzu olaraq mərdimazarlar. Ölkədə mərdimazarlar çoxdur. Bilirsiniz necə, məsələn, adi insan və ya qızla oğlan yolda gedir və çöldə olan insanlar, həmin o mərdimazar saydığım insanlar bunlara baxır, oğlana göz qaş eləyir və yaxud da belə şit-şit baxır, gözünün içinə dimdik baxır ki, sırf bu oğlan ona nəsə desin ki, qaqaş, niyə baxsan? Və bu da ardından bir dənə söhbət yaratsın ki, qaqaş, yaxşı eləm baxıram və yaxud da göz var baxmaq üçün. Bu, yəni ən yaygın sözlərdən biridir. Bu insanlar demək olar ki, insanların etmək istədiyi, lakin edə bilmədiyi şeyləri, yəni qısıtlayır. Yəni normal olaraq insanlar, yəni azad deyil bu dəqiqə ölkəmizdə. Çox insan demək olar ki, azad deyil. Və hamısı bu insanlara sataşan həmin o mərdimazarlara görədir. İndi onsuz da normal insanlardan getmir söhbət, yenə deyirəm. Yolda adi insan belə gedir. Misal üçün, stili bunun stilindən fərqlidir. Saçı biraz uzundur. Biraz paltar geyinib, boş, oversize. Və bu həmin insanın da stilinə uymur və ona dimdik belə baxır. Və baxır. Həmin insan gözünün qaçınan kimi baxır, deyir, sonra qaqaş nə baxırsan? Və burada söhbət uzanır, dava dalaş düşür, deyir, qaqaş səni sigaca çağırıram və s. belə söhbət uzanır. Yəni həmin bu insanlara görə də ölkənin inkişafı geridə qalıb. Çünki insanlar azad hərəkət edə bilmir. Və bunun əsas səbəblərindən biri budur. Yəni həmin bu insanlardır. Üçüncü səbəb ayrıseçkilik və hörmətsizlik. Və burada da bəhs elədiyim kimi buna çox şey misal gətirmək olar. Bunlardan biri stil, düşüncə fərqliliyi, iş düşüncə fərqliliyi və yaxud da başqa şeylər. Yəni həmin düşüncənə uymayan fərqli bir düşüncəli insan görəndə onu yargılayan insanlardan gedir söhbət. Misal üçün, bir məktəbdəyik. Müəllim insanlardan soruşur ki, şagirdlərdən, sən gələcəkdə nə olmaq istəyirsən? Yəni həmin şagirdin biri deyir ki, mən gələcəkdə polis olacağam. Hamı ona deyir, halaldır və s. Yəni mümkündür. Biri deyir, həkim olacağam, biri deyir, fövqəladə akademiyasında işləyəcəm, biri deyir ki, nə bilməm, müəllim olacağam. Yəni bunlar hamısı dövlət işidir. Yəni bunu çox daha normal qarşılanmır. Lakin həmin o bir insan ki, qalxıb deyir, mən gələcəkdə biznes quracağam. Mən gələcəkdə dövlət işini işləməyəcəm. O dəqiqə yəni onu yargılayan insanlar olur. Şagirdlərdən tutmuş müəllimə kimi hətta. Yəni müəllim bizdən 20 yaş, 30 yaş, 40 yaş böyük olur və bu yenə də həmin insanı, şagirdi yargılamaqdan ötürü can atır. Yəni bu mən yaşamışam əvvəl. Misal üçün deyir ki, mən biznesmen olacağam, həmin şagird bunu deyir. Və müəllim də qayıdıb deyir ki, biznes çətin işdir. Onu hər insan əlləşə bilmir. Yəni gələcəyin bata bilər. Əsgəriyə gedəsən, əsgərə getdin, gəldin, hər şey sən yadından çıxacaq, iş tapanmayasan, dövlətə bağlı qalasan, afisiyant gəlib işləyəsən, səhər axşama kimi öləsən, ondan sonra bir dənə dövlət işinə gir, yaxşı işlə. Və bu insan nə qədər danışsa da həmin o şagird onsuz həmin düşüncəsində demək istəyir. Çünki bu müəllimin dediyi düşüncələri həmin şagird mən inanıram ki, əvvəl bunu xeyli düşünübdür ki, indi biznes yolunda getmək istəyir. Yəni bu həqiqətən çox da olmasa da bir anormal vəziyyət kimi sayıla bilər. Çünki bu da insanları qısıtlayan bir şeydir. Yəni bu düzgün bir şey deyil. Dördüncü səbəb 18+ videolardır. Yəni indi burada həmin saytın adını çəkməyəcəm çünki YouTube bu dəqiqə banlayacaq, ihlal atacaq, o dəqiqə video silinəcək, bir şeylər olacaq. Ona görə özünüz nəzərdə tutduğumu yəqin ki başa düşdünüz. 18+ videolar insanların həqiqətən də həyatına girib və oradan paz kimi yapışan, oradan moment kliyi kimi yapışan və çıxmayan bir şeydir. Bu yəni necə deyim, sosial media bağımlı olan üçün bir şeydir. Məsələn, bir insan demək olar ki, 10 insanla 9-u yenə 8-i hardasa bu saytlara bağlı qalıbdır. Yəni insan bu saytlardan çıxa bilmir. Bilirsiniz necə, bu
yenə deyirəm, bir sistem formasıdır. İnsan necə bura yapışıbdır. İndiki gənclərin çoxusu 12, 13, 14, 15-dən tutmuş 20-25-ə kimi gedir bu yaşlar. Hətta uşaq yaşda belə bu videoları izləyənlər var. Çünki bu dəqiqə bu insanların həyatına yapışıbdır. Yəni bu sistemdir. İnsanlar bu videonu çəkir, necə deyim, izləyənlər həmin aktyorlara, aktyorlar isə həmin bu izləyənlərə bağımlıdır. Yəni bu ikisi bir-birinə calaşır. Yəni bir-birinə oturur deyənə ki bu insanlara bağımlılıq kimidir. Həm videonu hazırlayan, həm də videonu izləyən. Yəni bu həqiqətən insanların buraxması vacib olan ən vacib şeylərdən biridir. Yəni çalışın bunun nöqtəsindən gəlin. Yoxsa çünki bu insanın sosialına da, sosiallaşmağından tutmuş, anksiyetədən tutmuş, danışıq qabiliyyətindən və hər şeyə bu ziddir. Yəni həmin şeylər, videolar insanların həyatını sökərdir. İnsanları pis günə salır. Bunu həqiqətən də həyatımızdan çıxarmaq vacibdir. Məsələn, özümdən tutsaq, mən izləyirəm edirəm. Yəni mən necə deyim, yəni mən fərqliyəm, mən alfayam, sigmayam deyə yox. Həqiqətən mən bu məsələni anlamışam deyənə, sistemi tam olaraq da anlamasam da, bir qismini başa düşmüşəm deyənə, mən elə şeylərdən uzağam. Yəni sizlərə də bunu tövsiyə edərəm ki, bunlardan uzaq olun. 5-ci səbəb dar düşüncəli insanlardır. Bu necə deyim, 3-cü variantda dediyim kimi ayrı seçkiliyə bənzəyir. Lakin burada da biraz fərqliliklər var, yəni tamamilə həmin söhbət deyil. Dar düşüncəli insanlar necə deyim, istəyir ki, hər kəs bu insan kimi düşünsün. Yəni necə deyim, konfor alanından çıxa bilməyən insanlar dar düşüncəli insanlardır. Misal üçün indiki qoca insanları nəzərdə tutsaq, bu dəqiqə insanların, bu dəqiqə cəmiyyət içərisində ən dar düşüncəli insanlar mənim fikrimcə və çox insanın fikrincə həmin insanlardır. Bilirsiniz niyə? Çünki məsələn, bundan 1900 abartdıq. 2000-ci illərə getsək, kameranın təzə inkişaf elədiyi vaxtlara getsək, qadınlardan tutmuş kişilərə kimi, həmin vaxtın gənc insanları, olğun insanları, 20-30 yaşlı insanlar, hətta 40 yaşlı insanlar belə müasir geyimli olur. İndiki zəmanədə o pis baxılan geyimlər var, məsələn, açıq geyim. Çox açıq nəzərdə tutmuram. Məsələn, normalda, normal geyim, çox belə qapalı olmayan geyimdə geyinənlər də var. Belə necə deyim, old money stili geyinənlər də var. Hər insanın özünə məxsus stili var. Hər insan bir-birinə bənzəmir. Məsələn, indi bu dəqiqə bir dənə markadan paltar çıxır, hamı gedir robot kimi həmin paltar geyinir və çöldə eyni paltar geyinən yüzlərdən insan olur. Bu bir problem deyil. Sadəcə olaraq deməyim odur ki, o vaxt insanlar bir-birindən fərqli idi. Hər kəsin özünə məxsus bir dənə düşüncəsi vardı. İndi həmin videoyu sizə göstərəcəm, həmin zamanın insanların videolarını göstərəcəm, baxın və fərqi görün. We escape, we escape. Pack and get dressed before your father hears us, before all hell breaks loose. Sadəcə olaraq o vaxtki insanlardan fərqimiz budur ki, hamıdan getmir söhbət, həmin o bağımlılardan getmir söhbət. Sosial mediada odur budur, özünüz bildiniz etmək istəyirəm. Yuxudan durur, əl üzünü yumur, sosial mediaya girir, 2-3 saat orada gəzir, ondan sonra durur yemək yeyir, təzən qayıdır sosial mediaya, insanlarla danışır, girir oyun oynayır, bir işi gücü yoxdur. Fərq budur ki, o vaxt insanlar belə deyildi. Dururdu məsələn, əl üzünü yuyurdu, gedirdi işə, işləyirdi. İşi yoxsa çıxırdı sonra, gəzirdi, oynayırdı. Necə ki biz indi uşaq vaxtı necə idi? 7, 8, 9, 10 yaş arası. Həmin vaxtlar kimi idi, yaşantı. 2020-dən əvvəl necə idi? Həmin o pandemiya oldu, biz hər şeyə bağımlı olduq, mediaya bağımlı olduq. Həmin vaxtlardan əvvəl hər şey yaxşı idi. İndi düzdür, bağımlı olmayanlar var. Misal üçün mənim kimi düşünənlər də var Amma bu dəqiqə insanların çoxusu, ölkənin inkişaf edə bilməmə səbəbləri budur. İzlədiyiniz üçün təşəkkürlər.
Nəsə bir video fikri falan istəsəz yorumlara yaza bilərsiniz. Mən də həmin videonun sonra çəkə bilərəm. Yəni videonu bəyənib, əgər bəyəndisə, videonu bəyənib kanala abunə olsanız sevinərəm, şad olaram. Hələlik. Let you choke, let you choke. We all let you choke, let you choke.